Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. U9 Respublika çempionatındayıq. Günün ikinci qarşı durmasında Sabah və Bayern Baku komandaları qarşılaşır artıq. Oyun hakimində start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç dileğiyle. NF olaraq biz də heyətlərlə sizlərə tanış edək. Deməli, qapıda bir Vagif Müslümzadə, digər qalkiper 23, Rafael Baloğlanov, 5 Emin Qasımov, 7 Fəxri Həbibli, 8 Ülvi Abdullazadə, 9 Naim Əliyev, 10 Salih Abbaszadə, 11 Həsən Zamiroğlu, 15 Abdullah Bayramov, 17 Rəvan Xanəliyev, 18 Tunay Nağıyev, 19 Mətin Bayramlı, 30 Adəm Dadaşev, 34 Rəsul Abbasov, 77 Sadiq Teymurov. Komandanın baş məşqçi postunda isə Aydın Manaflıdır, digər məşqçi İslam Abdullazadə. NF olaraq meydanda mübarizə aparır. Qaralı formada Sabah komandası, ağlı formada Bayern Baku komandası. Gün zərbəsi yerinə yetirib Bayern Baku komandası içəriyə doğru bir asma gəldi. Müdafiəçilər başla uzaqlaşdırır. 19 nömrə Mətin Bayramlı ilə topu meydandan kənarlaşdıran Dabir ötürmə gəlir. Başla zərbə endirir. Qaydan top və hesab açılır. Bayern Baku komandasının oyuncuları tərəfindən 1-0. Erkən dəqiqələrdə erkən gol Bayern Baku komandasındandır. Həsən Zamiroğlu sağsına istiqamətini ötürmə bir qədər qeyri dəqiq qalmışdı. Mətin, Emin alta yollandı top. Altı yerinə yetiriləcək. Uzun ötürmə edildi və yenə də top Mətin Bayramlıdan meydanı tərk edir. Out. İlk dəqiqələrdə Bayern Baku komandası təzyiqlərlə başlayıb. Maça bu təzyiq nəticəsində də hesabı açmağa nail oldular. Ötürmə gəlir. Toxunuş var və korner. Bir qədər bu təzyiqlərdən yayınıb müdafiədən çıxmağa çalışır. Aydın Manaflının yetirmələri. Baxaq görək. Alınacaq mı bu cəhət? Standart vəziyyətlər ardı-arası kəsilmədən gəlir Bayern Bakudan ilk dəqiqələrdə. Digər cinatdan daha bir korner. Ötürmə qarşılandı. Zamiroğlu uzaqlaşdıra bilmədi topu. Təzyiq davam edir Həsəndən. Əyləşə çıxa bilmirlər müdafiədə Sabah komandası. Mətin Bayramlı sosa Fəxri Həbiblidən ötürməyi Messi Emin. Emin Qasımov. Və Salih Abbaszadə. Qaydanı pozub. 2-10 nömrənin mübarizəsi var idi. Sabah komandasının 10 nömrəsi, Bayern Baku komandasının 10 nömrəsinə qarşı şovbulu oynayır. Cərimə zərbəsi yerinə yetirilir. Ötürmə Emin tərəfinə qarşılandı. Fəxri Həbibli. Messi Emin istiqamətini ötürmə. Emin sıyrıldı rəqibindən sürətlənir. Bir qədər çətin vəziyyətdə idi və ona qarşı çobuzluq təhlükəli vəziyyətdən cərimə zərbəsi yerinə yetirəcək Sabah komandası. Cərimə zərbələrinin mahir ustası Zamiroğlu çox böyük ehtimalla topun gerisinə keçəcək. Dəfələrlə onun standart vəziyyətdən gözəl qollarına fərqlənməsini görmüşük. Baxaq görək, bugün 1-0 geridə olarkən komandası bu standart vəziyyəti qola çevirə biləcəkmi? 3 nəfərin ibarət canlı səhət qurulub. İşarə gəldi, Zamiroğlu yaxınlaşır, zərbə indirdi, təhlükəli alınır amma qalkiper dəf etdi. Mətin ötürməsi keçmir, Salih. Out Sabahındır.
Mətin Bayramla geriyə doğru Salih Abbaszadə. Təzyiq var ona qarşı solcuna. Fəxri Əbibli istiqamətini ötürmə təqalında. Fəxri sürətləndi solcuna atan. Topu lakin meydanda saxlaya bilmədi. Out. Bu dəfə out'u digər cinahdan Sabah komandası yerinə yetirəcək. Mətin Bayramla ötürmə. Fəxri Əbibli zərbəsinə blok qoyulur. Korner. Gün zərbəsi yerinə yetirəcək Sabah. Ötürmə gəldi. Həsən Samiroğlu zərbə indirir və gol! 1-1. 11 nömrədən Tarazlıq qolu gəlir. Emin Qasımovladan maraqlı qol sevinci. Hesab bərabərləşdi. Nəhayət Sabah komandası hər iki istəklərindən birinə nail olur. Zamiroğlu dirəkdən qaydır top. Lakin qaydan topa Emin Qasımovun zərbə endirməsinə müdafiəçilər aman vermədi. Out. Salih Abbaszadə out yeni yetirdi. Həsən Samiroğlu 2 nəfərin ötəsindən çox yaxşı sıyrılmışdı və qayda pozulub Həsənə qarşı. Yenə də cərmə zərbəsi, yenə də Zamiroğlu və yenə də təhlükə var. Canlı sədd quruldu. Həsən hazırlaşır. İşarətə gəldi. Həsən Zamiroğlu zərbə indirir. Top canlı sədddə meydanı tərk edir. Toxunuş var idi canlı sədddə, lakin qapıdan zərbəyə işarə olundu. Meydanı tərk etsə də top davam deyilir. Türmə sağcına Fəxri Əbibli. Öz cinahı oynadı Həsən Zamiroğlu. Baxdı qapıya çəkdi sol ayaqla. Bir reyd gəldi ondan ötürmə. Fəxri uzaq altılığa planlaşdırmış zərbə qapıdan yan keçir. Yavaş-yavaş özünə gəlir Sabah komandası. Hakimcə yenidən qapıdan zərfənin yerinə yetirilməyini bildirir. Mətin Bayramlı Fəxri ilə oynadı. Emin Qasımov yenə də dirək mane olur qola. Hücum davam edəcək Salih Abbaszadə. Abbaszadə yaxşı gördü Emini. Zamiroğlu. Yenidən Emin. Daha bir zərbə. Qapıcı imkan vermir. Gücdən zərbə yerinə yetirilir. Uzaq məsafədən bir qədər zərbə həmləsi geridə qaldı. Dəyişikliklər həyata keçir. Yenə də Rəsul Abbasov. Rəvan Xanəriyev. Sonrasında Ülvi Abdullazadə meydanda görürük onu. Həmçinin də Abdullah Bayramov. Hazırda toxunuş etmişdi topa. Ülvi Abdullazadə. Qazandı topu Ülvi. Qapıdan zərbə top meydanı tərk edib. Abdullah ötürməsi Xanəliyev sağ cinahlı oynadı. Diagonal ötürmə həmçinin də Adəm Dadaşovla da meydanda görürük. Rəsuldan təzyiq davam edir. Out. Xanəliyev. Rəvan Xanəliyev saxladı topu meydanda çətinliklə də olsa. Oy. Orada qayda pozuntusu var, bəli. Rəsul Abbasov kobud oyun nümayiş elətdirdi rəqibinə qarşı.
Cərimə zərbəsi yerinə yetirildi. Ülvi. Sərbəst zərbə qərarı gəlir, bəli. Öz oyuncusunun ötürməsini əllə toxunuş edir. Qalkiper Vaqif Müslümzadə. Cərimə zərbəsi xəttindən, daha cərimə meydan sahası xəttindən sərbəst zərbə ilə top oyuna daxil olunacaq. İşarə gəlir, ötürmə qarşılandı. Out. Abdullah, Vaqif. Anlaşılmamazlıq oldu bir qədər qalkiper və müdafiəçilər arasında. Güncdən zərbə. Diqqətli olmaq lazımdır. Bir qədər talihsizliklər var bugün həmçinin Sabah komandasında. Qol cəhdlərindən 3 real qol vəziyyətləri olub, onlardan ikisi direyə, biri isə tora qovuşub. Bir qədər maç yetərincə tempdə başlamayıb, orta tempdə bir oyun izləyirik. Ötürmə və Vaqif Müslümzadədədir top. Ülvi Dadaşov Xanəliyev oynadı. Rəvanlı ötürmə yenidən Dadaşova. Sürətdən də anidən sol zanatda Adəm Dadaşov. Ötürmə cərimə meydan sahasına Rəsul Abbasovun zərbəsi qapıdan yan keçdi. Rəsul. Hakim saxladı oyunu. Qayda pozulub Bayern Baku komandasının oyuncularına qarşı. Ötürmə gəldi. Hakim top meydanı tərk edəcək. Bəli. Out. Rəvan Xanəliyev özünü çatdırdı, sosunu aldı Dadaşov. Hücumcuna dəyişdi. Rəsul Abbasov da qüvvətli zərbə. Rəqib qalkiper ikinci cəhətdə topu tutur. Alqış qazandı bu qüvvətli zərbədən sonra. Rəsul Abbasov. Out. Ülvi Abdullazadədən bəri top meydanı tərk etmişdi. Gün zərbəsi. Ötürməyə qarşılanır. Ötürmə keçmədi bu dəfə. Rəvan Xanəliyev. Xanəliyev 2 rəqimli yerdə qoymalı. Saçlı ötürmə Adəm Dadaşov. Sürətləndi Adəm. Və top da orada avtogol. Avtogol, lakin Adəm Dadaşovun bu golda payı böyüdü. 2-1 geri dönüş gəlir Sabah komandasından. Uzun ötürmə qarşılandı Ülvi tərəfindən. Adəm 2 nəfərin atəsində yaxşı çıxdı Dadaşov, indi out qazanır. Adəm Dadaşov
Keçmir ötürmə, korner qazandı. Və penalti. Bəli, hakim penalti nöqtəsini göstərir. Kobudluq var idi Rəvan Xanəliyevə qarşı. Məsələ penaltini qazanan oyuncu 17 nömrə Rəvan Xanəliyev özü yerinə yetirəcək. Hakim qalışıb elə təlimatlarını verir. Rəvan Xanəliyev topun gəsinə işarə gəldi. Rəvan yaxınlaşır. Rəvan qaçırdı. Qaçırdı bu fürsəti. Eyb yox. Eyb yox, davam. Rahatı yox, çətin edər Sabah. Rahat etməyə nə var? Çətini bacarmaq lazımdır ki, rahat, qat-qat rahat olsun. Rəvan Xanəliyev. Uzaqlaşdırıldı top. Hər oyuncu da qaçır belə fürsətlər. Boş bir şeydir. Naim Əliyev də meydana daxil olub. Həmçinin də biz Sadiq Teymurovu meydanda görə 77 nömrəni. Sürətləndir Rəsul Abbasov sağ cinahdan. Rəsul. Bir dəqiq oldu zərbəsi. Həmçinin 18 nömrə Tunay Nağıyev. O da meydandadır. Rəsul Abbasov. Blok qoyuldu zərbəyə, out. Nə oldu? Hakim yenidən təyin etdi. Sadiq Teymurovun da qolu bəs yeri olur. Rəvan. Rəsul. Qaytan top və Rəvan Xanəliyev az öncə penaltini qaçırsa belə onu telafi edir. 3-1 etdi hesabı. 17 nömrə. Rəsul. Qaytan top. Sadiq Teymurov. Bir dəqiqə 2 gol Sabahdan. 4-1. 77 nömrə meydana daxil olur olmaz. Aksinə qol yansırır. Vagif. Mərkəzə doğru ötürmə. Bir də qeyri-dəqiq oldu və yenidən top Vagifə gəlir. Naimdən mərkəzə yenidən ötürmə. Rəsul Abbasov. Rəsul. Qarşısına ala bilmirlər onun. Abbasov ötürmə etdi cəlmə meydan saslama. Sadiq Teymurov toxunuş edə bilmir. Tunay. Və vaxtında müdaxilə var Naim Əliyevdən. Uzaqlaşdırır top meydandan artıq. İlk hissənin sonları yavaş-yavaş yaxınlaşır. Naimdən də yenə də blok gəldi zərbəyə. Rəvan Xanəliyev yaxşı fikirləşdi Sadiq Teymurovu. Sadiq. Keçmir ötürməsi out qazanır amma. Sadiq. Yanında Naimlə oynayır yenidən Sadiq Teymurov. Ötürməni qarşılayırlar. 50 oyun. Bəli, Rəvan Xanəliyevin əlindən toxunmuşdu top. Hakim gözündən yayım var. Və beləliklə oyun hakimi ilk hissənin də final fitini səsləndirir.